Qaynatasını öldürməkdə, qaynanasını isə qətlə yetirməkdə cəhddə təqsirləndirilən 30 yaşlı Elbrus Şeydayevin məhkəməsi başa çatıb. Qafqaz Info məlumat yayıb bu barədə. O, Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə, 2 və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə təqsirli bilinib. Bildirilib ki, ötən il sentyabrın 13-ü Şamaxıda baş vermiş hadisədən əvvəl Elbrus həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib və mediator təyin edilib. Qətldən bir gün əvvəl isə o yoldaşının cehizlərini öz maşınına yığıb qaynatası gilin evinə aparıb. Həmçinin bu hadisələrdən öncə həyat yoldaşı Elbrusu tərk edib atası evinə gedibmiş. O da qeyd edilib ki, Elbrusla xanımı bir neçə il əvvəl evlənsələr də övladları olmayıb. Bu səbəbdən ailədə söz-söhbət yaranmağa başlayıb. Həyat yoldaşı elə bu səbəbdən evi tərk edib. Şeydayev isə bu məsələlərdə və ailəsində digər söz-söhbətlərin yaranmasında 39 yaşlı qaynanası Püstəni günahkar bilib. O hər dəfə qaynanasının ailəsini dağıtdığını deyirmiş. Qətlin törədildiyi gün isə Elbrus Şeydayev səhər saatlarında qaynanası Püstə ilə qaynatası Əlağanın işə getdiklərini bilərək onları izləyib və o Əngəxərnan kəndinə yol kənarında onlara hücum edib. Əvvəlcə 1979-cu il təvəllüdlü Əlağa Hüseynov və 1985-ci il təvəllüdlü Püstə Hüseynovaya kəsici, deşici alətlə müxtəlif cür xəsarətlər yetirmişdir. Başlayıb. Daha sonra isə maşını ər və arvadın üstünə sürərək onların ölməsinə əmin olmaq istəyib. Bu zaman Hüseynov avtomobilin təkəri altında qalaraq həlak olub. Püstə xanım Hüseynova isə zərbədən yayınaraq sağ qalıb, o xəstəxanaya çatdırılıb. Şamaxı rayon prokurorluğunda açılmış cinayət işinin materialları Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və məhkəmənin hökmü ilə Elbrus Şeydayevə 20 il həbs cəzası verilib.